Salam hörmətli izləyicilər, əziz dostlar, hamınızı xoş gördük. Xəzər rayonu İnə qəsəbəsi. Sağa gedən yolda 6 sotun içində bir dənə şəxsi tikili 14-ün 14-də ev sizə təqdim edirəm. Bu həyat yanı sahəsidir. Ağacları var, yapın əzgilində kimi ağacı var. 10 tonluq şambosu var. Evin böyrü hissəsi. Yəni bütün tərəflərdən də 1 metrə evin arxasına, böyrünə kuruqlamağa yer var. Şirin suyun sayğacı, qazın sayğacı, işığın sayğacı var. Köhnə tikilidir, bəzi işləri qalıb remont olmağa. Bu evin böyrü hissəsi, arxa hissəyə də keçid var. Daxil oluruq evə. Bu koridordur. Bu koridor deyiləsində oturmağa bir yerdir yekə. Solda mətbəxdir. Burada mansardır. Mansar üçün burada yer saxlanılıb ki, mansara pilləşən düzəlsin. Sanitarla sanuzel burada ikisi bir arada. Addelnidir. Kollektorun yeri bəzi yerlərdə istif oldu. Bura bir qonaq otağıdır. Ya geniş bir qonaq otağı. Atmalarına baxın. Hamısı 5-20. Burada diğer bir otaq. 2 otağında yaşayış olub. Bir bu otaqdır, tam hazırdır. Bir də bu otaq. 6 sotun içində. Bu evin qiyməti nə az, nə çox 80.000 manat. Reallığı olsa qəşəng bir endirim olacaq. Qəşəng endirim olacaq. Şirin suyun, qazın, işığın sayğacı var. Ev tam şəxsi tikilidir. 14-ün 14-ü.